Yazıcı Orxan Səfari tanınmış rejissor Kənan Mahmudov haqqında tənqidi fikirlər səsləndirib. O, bu çıxışı ilə rejissorun neçə illik fəaliyyətini şübhə altına alıb. Kənan Mahmudov isə onun sərt tənqidindən sonra öz sosial şəbəkə hesabında Orxan Səfariyə qarşı nalayiq ifadələr işlədərək onu təhqir edib. Rejissorun bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Təhqirdən sonra Orxan Səfari onu məhkəməyə verdiyini açıqlayıb. Musavat.com xəbər verir ki, Manşet Az məsələ ilə bağlı Kənan Mahmudovla əlaqə saxlayıb, rejissor son hadisəyə görə səhhətində problemlərin yarandığını bildirib. Orucan, bu haqda ətraflı danışmaq istəmirəm. Mən çox pisəm, təzyiqim var. Səhərə qədər üstümə təcili yardım gəlib, deyə Kənan Mahmudov qeyd edib.